Hər kəs salamlar, mən Çingiz Pəhlivan. İndi sizə bu video nəyə görə çəkirəm? İndi sizə mənə komment yazan bəzi kişilər və kişiciklər haqqında məlumat verəcəm. Ya onların kommentlərini oxuyacağım. İndi hansının kişi olduğunu, hansının kişicik olduğunu siz özünüz kommentdə yazarsınız. Deməli, birinci komment yazan Nurlan 359 yazır ki, mənə bilirsən nə maraqlıdır, bütün pəhlivanları duelə çağırırsan, niyə laçın pəhlivan? Mən heç bir pəhlivanı hələ indiyə qədər duelə çağırmamışam. Yəni, mən kovboy zat deyiləm kimdənsə duel eləyim. Mən meydana çağırmışam, o da ki, kimi meydana çağıram, hansı ki pəhlivan özüm məndən güclü hesab eləyirsə, deyirsə, Çingiz məndən zəifdir, mən onu meydanda gözləyirəm. Dueldə yox, şey eləyəcəm, mikrofon əlimə alıb mahnı oxuyacam. Keçdi ikinciyə, 007. Fitnənin öküz qaldırmaq əhvalatını oxusanız bilərsiniz ki, bu vərdişdir. Çalışın ey millətim, ağlınızı, düşüncənizi, məntiqinizi, beyninizi işə salıb elmlə məşğul olun. Elmlə məşğul olun, lab yaxşı. İndi hamı professor olası deyil ki, kimlərsə də idmanla məşğul olur. Güya elmlə məşğul olanda anasının qarnında ağıllı olurlar, savadlı olurlar, oxuyur. Nə qədər çox oxuyursan, o qədər elmin artır. İdman da belədir, nə qədər məşq edirsən, o qədər gücün artır. Sən nə yazdığı heç özündə bilmirsən, sən nə alim olası adamsan, nə də idmançı olası adamsan. Sənin adını kommentariyada qeyd eləyəcəklər, sən nəsən. Keçdik qocaya, vallahi Çinə 60 kilo qaldırmışam, Allaha and olsun qaldırmışam. Yaxşı eləmsən, dədə, sənin başına dönərəm. Mən də 75 kilo da qaldırmışam qantel, 80 kilo da qantel qaldırmışam. Bu qantel deyil. Bu Ayaz Pəhlivanın şəxsi giridir, bunu hər oğlan qaldıra bilmir. Qubalı Laçın Pəhlivanın giri 102 kilodur. Atası Əli Pəhlivan da qaldırıb, Laçında qaldırır. Allah Əli Pəhlivanı rəhmət eləsin. O ki, qaldı Laçın Pəhlivan 102 kilo gir qaldırmağına. Mən açığın deyirəm, mənə fərq eləmir. 90 qaldıran da var, 102 də var. Qardaş, mən özüm gözümlə görməsəm, mən inanmıram. Başa düşdün? O ki, qaldı Qubalı Əli Pəhlivan, Allah rəhmət etsin, Əli Pəhlivan qaldırmağına inanardım. O çox güclü olub da, Əli Pəhlivan haqqında Dağıstanda danışıblar. Yəni, tək Azərbaycanda yox, Dağıstanda pəhlivanlar danışıblar. Yəni, amma Laçın Pəhlivan qaldırmağına mən inanmıram, 102 kilonu qaldıra. Sonra, ay kişi, nə danışırsan? Mən əskərlikdə qaldırmışam, 60 kilonu fəxri fərman da verilibdir. Yəqin 90 kilo qaldıran qaqaşı tanıyırsan. 90 kilo qaldıran Viktor Buludu tanıyıram. Bir də Koryagin var, Viktor Buludun dostu, onu tanıyıram. Sonra Azərbaycanda tanıyıram. Famil Pəhlivanı tanıyıram. Bir də ki, tanıyıram Aydın Hümbətovu. Nicat Rasimoğlunu. Bunları tanıyıram. Nə olmuşdu ki, dədə? Nəyə görə soruşdum, bilmədim. Nəsə, keçdi. Sənə qulaq asanda idman da gözümdən düşür. Niyə özünü belə göylə aparırsan? Belə də ki, əsl kişi səngərdə öz gücünü göstərir. Bala, mən səngərdə xidmət eləyəndə sənin mamanla papam tanış olmamışdılar hələ. Hələ bəlkə də sevgili idilər. Hələlik.